Allah Teala Duha suresinde Muhammed Peygamber sallallahu aleyhi ve sellem barədə buyurur ki: "Vəlel əxiratu xeyrun leke minel ule." Sənin üçün axirət həyatı dünya həyatından daha xeyirlidir. Ərəb dilində bu ayənin başqa bir mənası da odur ki, axırı əvvəlindən daha xeyirlidir. Düzdür, bu ayəni oxuyanda başa düşmək olmur, ancaq sonraki ayələri oxuyanda məna tam olaraq aydın olur. Allah Teala buyurur ki: "Ələm yecidike yetimən fəəvə." Biz səni yetim halda tapıb sənə sığınacaq vermədikmi? Fikir verirsinizsə, axırı əvvəlindən daha xeyirli oldu. Sonra Allah Teala buyurur ki: "Və vəcədəkə dallən fəhədə." Biz səni çaşqın olduğun halda doğru yola yönəltmədikmi? Fikir verirsinizsə, burada da axırı əvvəlindən daha xeyirli oldu. Sonra isə buyurur ki: "Və vəcədəkə ailən fəəğnə." Biz səni kasıb olduğun halda varlı etmədikmi? Burada da axırı əvvəlindən daha xeyirli oldu. Ona görə Quran ibrətlərlə dolu bir kitabdır. Ağıl sahibləri onu oxuyur və ondan ibrət alırlar. Allah Teala'dan istəyirəm ki, bizi də Qurandan ibrət alanlardan etsin.